Suvorov 1730-cu ildə general ailəsində anadan olmuşdu. İkinci Yekaterina zamanı orduda gizli dəftərxana işçisi kimi karyerasına başlamışdı. 1742-ci ildə muşketçi olmuşdu. 6 ildən sonra zabit rütbəsi almışdı. 1760-cı ildə Suvorov Qusar dəstəsinə rəhbərlik etməyə başladı. 1762-ci ildə polkovnik adına layiq görüldü. Suvorov Rus-Türk müharibəsində parlaq qələbə qazanmışdı. İtalyan hərbi kampaniyasında bacarığını göstərmişdi. Yemelyan Pugaçov üsyanını yatırmışdı. İsveç yürüşü zamanı Alp dağlarını uğurla keçib qələbə qazanmışdı. 60 döyüşdə uğur qazanan Suvorov general rütbəsinə yüksəlmişdi. Suvorov əskərlərini çox sevirdi. 1799-cu ildə İsveç yürüşündən qayıdan Suvorov yatağa düşdü. 1800-cü ildə vəfat etdi. Məzarı üzərində "Burada Suvorov yatır" sözləri yazılır.